Məni həmişə narahat edən bir məsələ var. Rusiya-İran sövdələşməsi gündəmə gələ bilər. Bax, məni açıqcası ən narahat edən məsələ, çünki tarixən rəqabətə baxmayaraq və s. orada hansı sülalə olub, istər Azərbaycan bir araya gəliblər də. Dəxli yoxdur. Bu Qafqaz üstündə Rusiyanın, burada Türkiyənin də zaman-zaman Osmanlı dövründə bir iştirakı olubdur. İndi də o rəqabət belə deyək, mümkünsə o şəkildə deyək. Amma burada bir ciddi bir məqam var. Həmişə biz elə o cümlədən bu masada da dəfələrlə təhlil eləmişik ki, orada Ermənistan da, Gürcüstan da, Azərbaycan da Qafqazı saysaq, obyekt olub. Subyektlər olub İran deyək də, İran, Türkiyə və Rusiya. Kənardan qərb. Britaniya, sonra Amerika Birləşmiş Ştatları, indi Avropa Birliyi və s. Amma indi biz ən az Azərbaycan artıq obyekt kimi dəyərləndirə bilmir. Azərbaycan xeyli dərəcədə prosesin subyekti olduğuna görə, məncə, mənim fikrimcə, məsələ olduqca fərqli bir belə səviyyədə proseslər cərəyan eləyir və o baxımdan da mən sözün doğrusu çox belə diqqətlə gözləyirəm Azərbaycan hökumətinin və Azərbaycan liderinin bu seçkilər barədəki hansı dəyərləndirilməsi olsa. Seçkilərdən əvvəl deyildi ki, erməni milləti, yəni erməni cəmiyyəti bilməlidir ki, nəyə səs verir. Ermənilərə səs versə, erməni xalqının başı dərddə olacaq, cənab prezident açıq Azərbaycanın bu mövqeyini biz heç yaddan çıxarmayaq və o baxımdan da mən qeyd elədim ki, Rusiya da bunu ciddi bir şəkildə nəzərə almaq istəyir və son dövrdə Tural bəylə biz bu verilişdən əvvəl bir məsələ ətrafında danışmışdıq. Son dövrdə mən diqqət edirəm yenidən bu Azərbaycan və İran arasındakı gərginliyin də belə ciddi bir şəkildə cəhdlər olunur. CNN-də çıxan o məqaləyə mən bir daha və ona verilən şərhlərə diqqət elədim. Tural bəy sizlə olan müzakirədən sonra kifayət qədər çox ciddi və iri masştablı bir provokasiya kimi görünür. Və indi nə vaxtsa onu imkan olarsa müzakirə eləyərik. Yəni demək istəyirəm ki, məqam artıq Ermənistanı Ermənistan üzərindən, yalnız Paşinyan üzərindən bunun təhlili o bizim dediyimiz səviyyədən lazım olan cavabları, nəticələri vermir. Məncə yaxın günlərdə, söhbət bugün, sabahdan bəlkə də, istər Azərbaycanın, istər Türkiyənin, hələ Türkiyənin də elə bir rəsmi dəyərləndirməsi yoxdur. Və bu dəyərləndirmələri ABŞ, Avropa Birliyi öz yerində, Moskvanın da yeri gəlmişkən gözləyək görək. Hələ ki onlardan da elə bir məlumat. Sizcə biz Paşinyanı təbrik eləyəcəyik Pənah bəy? Belə bir bizim hələ ki belə bir ənənəmiz son müstəqillik dövrünün bərpasından sonra amma sülhə gedir yax. Mən təbrik olacaq qənaətində deyiləm. Aha. Mən də gözləmirəm açıq. Deyiləm. Və amma hansısa bir şəkildə hansısa bir şəkildə təqdir və yaxud belə huzur ola bilər. Təbrik səviyyəsində. Amma bu bizim işimiz deyil yəni. Bunu indi mən sizin fikrinizi soruşuram. Mənim fikrimcə mən çox belə layal yanaşıram bu məsələlərə həmişə, amma bu məsələdə gümanlanmıram. Bir qədər demək, hətta bayramlarda da təbrikləşmə olmayıb. Məsəl üçün deyək ki, Türkiyə prezidenti ilə Ermənistan prezidenti arasında telefon danışanda Qurban Bayramı ilə bağlı bir oldu. Yəni amma bir hansısa bir məqam ola bilər və nəzərə alaq ki, dərhal Azərbaycan barədə açıqlama verdi, Türkiyə barədə açıqlama verdi. Hətta mən Bakıya gedəcəm deyə. Dedi. O siyasi müşaviriyə və s. Bunlar da bir mesajlardır əslində. Dedi, burada əsas məsələ Pənah bəy tarixi bir müstəvidə məsələləri çox yaxşı təhlil elədi, İranla da bağlı. Və nəzərdən qaçırmayaq ki, Rusiya tək bu Ermənistan dövlətini burada yaratmayıbdır bizim torpaqlarda. Rusiya xüsusilə də bax bu müstəqillik illərini deyirəm. Mən Pənah bəy uzun müddət Rusiyada yaşadım. Orada belə deyək də intelligensiyadan əlaqələrim bunu efirlərdən səsləndirmişəm, dəfələrlə olubdur. Onlar Ermənistanı, Rusiya intelligensiyası, Ermənistanı Rusiyanın boynunda bir yük görürlər. Yəni sivil dünya sivil baxışları olan insanlardan söhbət edir. Hamısı elə deyil. Hamısı elə deyil. Mən sivil düşünən insanlardan söhbət edirəm. Ona deyirlər ki, axı bizim nəyimizə lazımdır? Bir neçə erməni pirolog küçatları var. Yaddan çıxdı. Yox, doğrudur. Bunlar hamısı doğrudur. Bunlar hamısı gerçək. Yəni sağlam düşünən insanlar deyir ki, bu yük bizə nəyə lazımdır? Biz ora milyardlarla pul xərcləyirik. Amma təbii ki, baxışlar tamamilə başqadır. Mən sizlə 100% razıyam. Rusiyada böyük əksəriyyətin başda Kreml olmaqla, təbii ki, Kremlin idarəçiləri olmaqla baxışlar başqadır. Ermənistan əldən buraxmaq istəyir. Yox, müstəqil Rusiya, mən bir dəfə qeyd elədim bunu. Müstəqil Rusiya yönümlü Ermənistan yox, hal-hazırda
gündəmdə olan Rusiya tərkibindəki Ermənistan məsələsidir. Bəli. Ermənilərin Rusiya tərkibində olması. Müstəqil, hətta Rusiyanın vasitalı olan Ermənistan məsələsi də artıq özünü doğrultmur. Ən azı onu ideya bundan ibarət idi və deyir ki, indi də qalmaqda davam edir ki, bir çox əhəmiyyətli bir imperialist qüvvələr tərəfindən ki, ən azı Belarus-Rusiya ittifaqına Ermənistanın qoşulması, bu prosesin başlaması, belə bir məsələ gündəmdə var.